Sumqayıtda yanğın hadisəsi baş verib. Hadisə şəhərin 16-cı məhəlləsində yerləşən hündür mərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində qeydə alınıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub. Yanğın qısa müddət ərzində söndürülüb və ətrafdakı mənzillərə keçməsinin qarşısı alınıb. Polis əməkdaşları tərəfindən isə təhlükəsizlik tədbirləri görülüb. Hadisənin baş verməsi səbəbləri araşdırılır. Biz evdəydik uşaqlarla, gəlinlə. Şüşələrin qırılıb tökülməyini gördük. Şüşələr qırıldı, töküldü. Bir də su axdı çoxlu. Ondan başqa bir də pajarlıları gördük ki, pajarlılar gəlir.